Azərbaycanda ən yüksək və ən aşağı əmək haqqı hansı rayonlardadır? Yəqin çoxunuz bu suala Bakı cavabını düşündü. Lakin bu belə deyil. 2025-ci il aprel ayının 1-nə olan rəsmi statistikaya görə orta aylıq əmək haqqının ən yüksək olduğu şəhər Xankəndidir. Bu şəhərdə orta aylıq nominal əmək haqqı 1485,6 manat təşkil edir. İkinci ən yüksək əmək haqqının olduğu şəhər isə 1357,3 manatla Bakıdır. İlk beşlikdə 1000 manatdan yuxarı olan daha 3 şəhər var. Bunlar Daşkəsən, Ağdərə və Xocalıdır. Diqqət çəkən məqamlardan biri odur ki, yüksək əmək haqqı alan şəhərlərin əksəriyyəti işğaldan azad olunmuş ərazilərdir. Bu da təsadüfi deyil. Çünki əmək haqqı göstəriciləri həm də regionlara yatırılan investisiyalarla birbaşa bağlıdır. Məsələn, özəl sektorun aktiv olduğu ərazilərdə maaşlar daha yüksək olur. Bakı buna ən bariz nümunədir. Son illər işğaldan azad olunmuş ərazilərə yatırılan iri investisiyalar orada maaşlara müsbət təsir göstərib. 2025-ci ilin ilk 3 ayında ən az investisiya edilən Qax, həm də ən aşağı əmək haqqı olan rayondur. Bu rayonun sakinlərinin orta aylıq nominal əmək haqqı 570,3 manatdır. Sonda qeyd edim ki, ölkə üzrə orta aylıq əmək haqqı 1084 manat təşkil edir.